Bugün 2025-ci ildə Şahbuz rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat tədbiri keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyid Əhmədli, Şahbuz rayon İcra Hakimiyyətinin başçısı Rəfail Babayev, Prezident Administrasiyasının Ərazi Təşkilat Məsələləri Şöbəsinin 13-cü ərazi sektorunun müdürü Çingiz Əliyev, Milli Məclisin deputatı Səttar Mühbalıyev, Yeni Azərbaycan Partiyası Şahbuz rayon təşkilatının sədri Rizvan Məmmədov, Ali Məclisin deputatları, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə ümumilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, Ulu Öndərin xatirəsini ehtiramla anıblar. Şahbuz rayon Mədəniyyət Sarayında davam edən tədbirdə əvvəlcə dövlət himni səsləndirilib. Ümumilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şahbuz rayon İcra Hakimiyyətinin başçısı Rəfail Babayev qeyd edib ki, rayonda quruculuq tədbirlərinin geniş vüsət alması daha çox investisiya qoyuluşuna səbəb olub. 2025-ci ildə bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 7 milyon 615 min 200 manat təşkil edib. Tikinti quraşdırma işlərində istifadə olunmuş investisiyaların həcmi 6 milyon 943 min 400 manat olub. Ötən il 26 min 890 manatlıq sənaye məhsulu istehsal olunub. Büdcə vəsaitlərinin səmərəli istifadə olunmasına diqqət artırılıb, bank, maliyyə, vergi sisteminin sağlamlaşdırılması və təkmilləşdirilməsi sayəsində əməli tədbirlər həyata keçirilib. 2025-ci ildə rayonun yerli büdcəsinin gəlirləri 3 milyon 500 min manat plana qarşı 4 milyon 153 min 448 manat icra olunaraq büdcəyə 653 min 448 manat çox vəsait daxil olub. Yerli büdcə xərcləri isə 4 milyon 416 min manat dürüst təyinata qarşı 3 milyon 239 min 143 manat olmaqla 1 milyon 176 min 857 manat qənaətlə icra edilib. Rayon iqtisadiyyatının əsasını təşkil edən və əhalinin əsas məşğulluq sahəsi olan aqrar sahəyə maraq artıb. 2025-ci ildə rayon üzrə 36 milyon 440 min 300 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Rəfail Babayev informasiya təminatı, rabitə və poçt, ekologiya, yol nəqliyyatı, su təsərrüfatı, enerji təminatı, məşğulluq, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə görülən işləri də diqqətə çatdırıb 2026-cı ildə qarşıda duran vəzifələrdən danışıb. Tədbirdə Şahbuz rayon Maliyyə Şöbəsinin müdürü Elçin Hüseynovun və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdürü Orxan Rızayevin hesabat çıxışları dinlənilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyid Əhmədli çıxışında Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, ümumilli lider Heydər Əliyevin dövlətçilik hissinə söykənərək Azərbaycanın siyasi sabitliyini, iqtisadi gücünü və beynəlxalq mövqeylərini daha da möhkəmləndirdiyini, ölkəmizi yeni inkişaf mərhələsinə yüksəltdiyini vurğulayıb. Qeyd edib ki, bu strateji xəttlə sadiqlik, dövlət-xalq birliyinə əsaslanan idarəetmə və xalqa xidmət prinsipi Azərbaycanın davamlı tərəqqisini və firavan gələcəyini təmin edən əsas amil olaraq qalacaq. Bugün Naxçıvanda su, enerji, yol nəqliyyat, rabitə, kommunal təsərrüfat sahələrində dayanıqlı və müasir əllərin tətbiqi əhalinin həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində iş aparılır. Kənd təsərrüfatı, turizm və xidmət sahələrinin inkişafı, sahibkarlığın dəstəklənməsi və yeni iş yerlərinin yaradılması məqsədi ilə yerli potensialdan səmərəli istifadə olunması, investisiya təşviqlərinin genişləndirilməsi, müasir infrastrukturun formalaşdırılması və biznes subyektlərinin inkişafı üçün ardıcıl və nəticə yönümlü tədbirlər həyata keçirilir.